neçə gün ondan öncə, bilmirəm hansı TV idi, təbii ki, paylaşım etmişdilər. Mən həmişə olduğu kimi bu dəfə də deyirəm ki, mən TV-lərə baxmıram. Demək, hansısa TV-də Əli Mirəliyev idi, bizim çox gözəl müğənnimiz, çox böyük sənətkarımız. Bir də gənc, deməzdim də, onlar da 30 neçədə, indi biz onlara gənc deyirik. Xanım müğənnilər var idi, hamı da bir-birinə oxşayırdı. Məsəl üçün, onlar adlarını da desə, sonra onları mən ayrı edə bilməzdim. Çünki burunları eyni, dodaqları eyni, yanaqları eyni. Eyni həkim bunları əməliyyat etdiyinə görə bunları ayıra bilməmişdi. Hamısını eyni baca etmişdi. Əli müəllimlə müzakirələr aparırlar, ona qarşı çıxırlar. Güya bunlar musiqini o qədər dərindən bilirlər, musiqini o qədər dərindən duyurlar. Bunların ifaları, bunların mahnı seçimi, elə mahnının sözü, güya bunlarda o qədər yüksəkdir ki, bunlar Əli Mirəliyevə qarşı bir etiraz olaraq kobud səslər çıxartdılar, kobud hərəkətlər etdilər, hələ səslərini qaldırdılar. Əziz müğənnilər, bir-birinə oxşayan müğənnilər, bir-birinə oxşayırlar. Olanlar, əziyyət çəkməyin, onsuz da hamı bir-birinə oxşayır. Hansını seçsəniz, fərq etməz. Yəni, ola bilər deyirsiniz ki, o qız xoşuma gəlir. O qıza oxşar, hamı bir-birinə oxşayır, yenə də deyirəm. Əli Mirəliyevin bildiyini sizin, Əli Mirəliyevin ayağının bildiyini sizin başınız bilmir. Onu yadınızda saxlayın. Əli Mirəliyevin bildiyini, yəni onun ayağının, yenə də deyirəm, ayaq barmaqlarının bildiyini, yenə də deyirəm, siz bilə bilməzsiniz. Əli müəllimlə belə qarşı-qarşıya durmuşsunuz, güya böyük sənətkarsınız, nəhəng sənətkarlarsınız. Güya siz musiqini o qədər gözəl bilirsiniz, istər musiqinin tarixini, istər musiqinin nəzəriyyəsini, ümumiyyətlə siz o qədər belə gözəl bəstəkarlarla çalışırsınız ki, gəlib Əli müəllimlə belə deyərdim, buynuz-buynuza dayanmışsınız. Yenə də deyirəm, Əli müəllimin ayağının bildiyini sizin bu kafanız var ha. Heç vaxt bilməz. Gedin öz işlərinizlə məşğul olun. Gedin estetik əməliyyatlarınızla məşğul olun. Sara Səfra Bahadurdan tövsiyə bu qadınlara. Əli müəllim, sizi çox istəyirik.